Hadi dostlar, gözlerinize kurban. Her bir manattan dəstək olsa Allah düzələcək. 154 manat nədir ki 1200'ün içində? Təəssüf ki, video çox kiçikdir. Amma əsas odur ki, videonu sizə, bu video görüntünü sizə təqdim edə bildim. Təbii ki, tez-tez rastlaşırsınız, qarşılaşırsınız, görürsünüz, münasibət bildirirsiniz, yorum yazırsınız. Bu video görüntünün altında bəzi o yorumlar yazılıb, fikirlər yazılıb, onlara baxdım. Bir çoxu yazıb ki, Zaur Baxşaliyevin rəsm əsəri, baş əsəri, böyük əsəri. Zaur Baxşaliyev bunu gətirdi verilişə. Dedi burada otur. Biraz cebinə pul qoydu, para qoydu. Oteldə yerləşdirdi. Nə bilim, digər nələrsə diqqət göstərdi də. Bu demək deyir ki, Zaur Baxşaliyev ömrünün sonuna qədər, zaman uzandıqca, ömür uzandıqca bu qadına sahib çıxacaq, bu qadına cibinə pul qoyacaq, bu qadına nələrsə edəcək. Bəs bu qadının ağlı hardadır? 15 yaşı yoxdur, 20 yaşı yoxdur, 25 yaşı yoxdur, 30 yaşı yoxdur, 35 daha yüksək yaşı olan bir qadındır. Elə arvaddır. İndi bəziləriniz deyəcəksiniz ki, yazıqdır. Təbii ki, mən də görürəm, deyəsən, xəstədir, səhhətində problem var, digər nələrsə var. Amma xəstə olan bir qadın, problemi olan bir qadın, yaşam tərzi çox aşağı olan bir qadın cavan oğlanı otuzdurur yanında, ya sağında, ya solunda və efirdə TikTok platformasında əyləşiblər, pul istəyirlər. Bu qadın yalvarır. Dostlar, mənə kömək edin. Dostlar, mənə kömək edin. Dostlar, elə yalvarır ki, ürəyim, inanın ki, parça-parça olur. Oğlan da tez-tez deyir, 1 manat 20 qəpik gəldi, 1 manat 80 qəpik gəldi, 2 manat gəldi. Bu ölümdür də, insan üçün ölümdür. Güvəndiyin bir kişi yanında oturub, sənə deyir ki, 1 manat 20 qəpik bizə pul göndərdilər və həmin kişi də o 1 manat 20 qəpiyə güvənir. Qadınlar, özünüzü niyə bu günə qoyursunuz? Niyə kiçildirsiniz? Niyə alçaldırsınız? Adam o kişinin yanında oturar ki, ona güvənə bilsin, çiynini onun çiyninə qoya bilsin. Görün sizə nələr yazırlar. Dünyanın ən pis sözünü sizə yazırlar. Siz o insanlara deyirsiniz ki, mən sizə nə eləmişəm? Sən bizə çox şey etmisən. Sən fikirləşirsən, nəsə etmisən, deyirsən, mən etməmişəm. Bundan pisi var. Oturmuşsan, dostlar, mənə pul atın, yalvarırsan. Sonra da yanında gənc bir oğlanı əyləşdirmişsən, hələ ki, hərbi xidmətə də getməyib. Valideynləri də hayqırır ki, oğlumuz, evladımız yanıma qayıtsın. Siz onu möhkəm, belə deyərdim ki, əllərindən tutub sıxıb, bir nəfər var, deyir, o əllərindən möhkəm sıxın. Əllərindən möhkəm sıxıb əyləşdirmişsiniz yanınızda. Bu nümunə deyil. Bu əxlaqsızlıqdır. Bu tərbiyəsizlikdir. Bu hamının gözünün qabağında özündən 10, 15, 20 yaşında bir oğlanı yanında əyləşdirmişsən, qeyri-qanuni, heç bir nigah olmadan deyirsən, bu mənim ərimdir. Ancaq əxlaqsızlığın bu təbliğidir. Əzizim, gedin işləyin, paltar yuyun, ev təmizləyin, digər işlər var, amma bunu etməyin. Düzdür, mənim də sizə yazığım gəlir, amma bu qədər etməyin.